Pambıq kimi yumuşaq ətli piraşkinin reseptini bölüşəcəm. Neçə illərdir özümdə bu resepti hazırlayıram. Çox gözəl, yumuşaq, hər kəsin sevə biləcəyi piraşki reseptini bölüşəcəm. Xəmirlə nə gedir, necə hazırlanır videoda göstərəcəm. Un götürülür, ailə sayına görə unu götürülə bilər. Droş əlavə edirəm və duz. 2 qaşıq pesok gedir və 1 qaşığa duz gedir. Çox duz tökməyə lazım deyil. Və suna yoğuram və biraz da duru yağ əlavə edirəm. Yumuşaq ələ yapışan xəmir yoğuram və sonda biraz duru yağ töküb xəmiri yağa yedirəm ki, xəmir bərk yox, piraşki bərk yox, yumuşaq olsun. Və bu arada kanalıma abunə olub like atmağı unutmayın. Kanalım yenidir. Və 1 saat qoyuram acımağa. Xəmir gəldi artıq. Çox gözəl gəlibdi xəmirim. Və kündələr eləyirəm. Kündələri də hardasa bir 10-15 dəqiqə saxlayıram ki, biraz da kündəyə gəlsin, yumuşaq olsun. Və ətinə eləyirəm. Ətə, toyuğun döş ətinə göyərti, duz, istiot töküb çiğ eləyirəm. Yəni çiğ qalma ehtimalı yoxdur piraşkinin. Gördüyünüz kimi bütün kündələri belə içində uduram, qoyuram. Hardasa 30 dəqiqə, 20 dəqiqə saxlayıram ki, biraz da piraşkilər özünü tuta bilsin. Və ətini də göstərirəm. İstədiyiniz göyərtidən istifadə edə bilərsiniz. Və indi isə bişirmə vaxtı gəldi. Bişiririk. Qızardan zaman çox qızartmaq lazım deyil. O üzüm bişirib, sonra bu tərəfi bişirib belə qızartmaq lazımdır ki, içində çiğ qalma ehtimalı olmasın. İndi heç vaxt piraşkidən çiğ qalmayıb. Ətinə etdiyim piraşkiləri yəni qızardıram. Bax beləcə videoda gördüyünüz kimi sonra qırmızı olandan sonra bişəndən sonra götürürəm. Çox ləzzətlidir. Uşaqlar da çox sevəcək piraşkiləri. Gördüyünüz kimi 23 dənə oldu mənim üçün hardasa. Və içini də göstərirəm. Xəmir deyil. Gözəl bişib, qəşəng bişib. Və dəstək olun xanımlar. Buna gözəl reseptlər gələcək. Sizə hazırlanan nuş olsun.